Bir çox insan düşünür ki, sağlam münasibət heç vaxt dava etməmək və ya həmişə xoşbəxt olmaqdır. Amma burada böyük bir yanlışlıq var. Sağlam münasibət adrenalin dolu bir luna park deyil. Fırtınalı havada sığına biləcəyin təhlükəsiz bir ev kimidir. Bəs bu təhlükəsiz evi necə tanımaq olar? İlk sualımız budur. Münasibətdə həqiqətən özün ola bilirsənmi? Mühakimə olunmaq, tənqid edilmək qorxusu olmadan ən zəif, ən qəribə tərəflərini göstərə bilirsənsə, demək ki, sağlam bir münasibət içindəsən. Sağlam münasibətdə yox sözü mübahisəyə səbəb olmaz. Mübahisə olsa belə tərəflər bir-birinə qarşı yox, problemə qarşı vuruşar. Burada məqsəd qalib gəlmək, haqlı çıxmaq deyil, ortaq bir həll yolu tapmaqdır. Sağlam münasibətdə fədakarlıq tək tərəfli olmaz. Əgər həmişə güzəştə gedən, həmişə susan tərəf sizsinizsə, o münasibət sizi sağaltmaz, əksinə getdikcə tükədə bilər. Sağlam münasibətdə tərəzinin hər iki gözü dolu olur. İndi düşünün, siz münasibətinizdə özünüzü evdə hiss edirsiniz, yoxsa daim imtahandasınız?